Bu qollarımda deyirək, komandir, ölmək istəmirəm. Cavan uşaqlar, əskərim, qan içində çobalayan balalarım, komandir, ölmək istəmirəm. Allaha yalvarmışam, dizə oturmuşam. Allah, bunlara bir şey olmasın. Onlar Azərbaycanın ən qeyrətli olanlarıdır. Hamısı da kasıb balasıdır. Vətəni sevən, dövlətini sevən, anasının, bacısının namusunu qoruyan o şəhid balaları var ha. Onlar behişdə yatırlar. Onlar hacı da olardı, Kərbalayı da olardı. Onlar vətən uğrunda canım verib. Kərbalayı, ziyarətkar, hacı mənim əskərlərimdir, şəhid balalarıdır. Arif bəy, mən sizə çox təşəkkür edirəm, minnətdaram. Sizin yaşadıqlarınızı hər insan yaşaya bilmir. Sizin gördükləriniz və müharibə şəraitində. Ümumiyyətlə, biz hər zaman bilirik ki, müharibə şəraiti insanın yaddaşında böyük bir travma kimi qalır. Bu çox çətin və qanlı günlərdir. Həmin günləri yaşamaq hər insana nəsib olmur. Hər insan da həmin travmanın altından çıxa bilmir. Çox təşəkkür edirəm sizə.